Hemen pencereden bakan menemden. Цветок, веночек, утренний Bir melek sanki. Biz kafe molasına çıxmışıq. Kafe aldıq içeri çünkü içeride yer yoktu. Belə. Şamaxıdayıq. Buradan Nazıya salamlar. Belə. Deməli dostlar, indi an etibarilə Nurgüldəyik biz. Ay bu qədər danışma. Həqiqətən bu qədər danışma. Deməli dostlarıma ilk dəfə bamiyə yedim və bəyəndim. Like elədim. Bəyəndiniz? Beğendim, çok tatlı. Mən heç yeməmişdim. Belə bir təcrübəm yox idi və hamı tərifləyirdi. Tadımlı qaldım və bəyəndim. Normalda şərbət şirniyyat xoşlamam, amma bu ürəyimi vurmadı. Belə bir bilgi. Nə yaparsanız bu bilgi ilə yapın. Deməli dostlar, bu da məşhur Marşa və Ayının evi. Marşa, Ayı şokdadır şu an. Deməli dostlar, Əfqan Yaypız vlogundan tanıyırsınız. Əfqan bugün bizə tur rəhbərliyi edir. Nə düşünürsünüz bu tur rəhbərliyi? Her şey Allah. Necə turistimiz? Allah. Turistler zor güzel. Tur rəhbərliyi. Yasasız oluyor. Çok sağ olun. Sağ olun. Sağ olun. Sağ ol. Deməli, Xan Sarayından başlayacaq. Xan Sarayında yarım saat məncə kifayətdir. Əsas, amma yenə də mən... Deməli dostlar, Şəkixan Sarayında video çəkməyə, şəkil çəkməyə qoymurdular. Ona görə heç nə çəkənmədik. Amma qəşəng idi. Hə mama? Hadi biraz danış. Qəşəng idi. Sanki hə dayandım. Dostlar, sizə göstərəcəyimiz şəxs budur. Ədəbi ilə gələn Sultan Süleyman. Qiyməti 6000-dir. Tək baboyda şən qiyməti 40 manat, 50 manat. Sərşokdayım. Recep Tayyip Erdoğan da bura gəlmiş. Beğendiniz Günler Han Müzeyi? Bəli, çok beğendim. Çok güzel eserler var. Bəli, burada həm də əsərlər sərgilənirdi. Sizin üçün çəkdiyi bunları. Təbiət də gözəldir, hava da gözəldir. Siz də çox gözəlsiniz. Ay, teşekkür ederim. Bəli dostlar, xoş gəlmisiniz mənim evimə. Bu sarayı təzə bitirdik, Lemontunun. Yəni bu mənim həyat yoldaşımdan olmalı. İnsanlara da demişəm, kasıblar, gəlin gəlin. Söhbət bu saraydan gelir. Buradan mənə izləyənlərə deyirəm, istəyən an gələ bilərsiniz mənim
baxa bilərsiniz. Ara Kərvansaraya. yerdə bir iki dənə xadiməm də gəzir. Hər otağı bir balaca remont edib arendaya buraxacağam. Buranı otel kimi istifadə edəcəyik. Böyle bir otaqlar var dostlar burada. Amma ki otaqların içində heç nə yoxdur. Bəli. Anam kankası. Buranın çox qəşəng atmosferi var. Çox qəşəng görünür. Deməli, buranın divarları. Bura daha qəşəngdir, amma burada çəkiş icazə verirlər. Şəkixan sarayında heç nə yoxdur. Özdən qoyublar dağ başına. Bu arada bura buz kimidir uşaqlar. Yəni buz kimi. Buranın sadəcə mən düşünürəm ki, restavrasiyaya ehtiyac var. Konkret balotadır. Amma daha belə köhnədir da, yəni. Nostalji hiss elətdirir. Bura namaz otağı dostlar. Məni danış. Açacağım vlog deyil. Bu arada burada heç kamera zadı yoxdur. Heç şey yoxdur. Yəni bunlar necə qoruyurlar buranı mənim maraqlıdır. Oha, o dövrdə bar zad da olub. Buraya girişsiz. Buralar çox soyuqdur yəni. Buralar çox soyuqdur. Burada nədir bu bilmirəm. Kafe, balaca bir yer. Çox soyuq. Aşağılar. Yemen yediğimiz restoran da buradır. Badem restoranı size. Burası mənzərə. Şəhəri. Orada Bəxtiyar Vahabzadənin heykəli var. Demək dostlar, bugün ilk dəfə piti yedim mən. Bəyəndim, like elədim. Qəşəngdir. Prosta niyə bu qədər abartılırdı onu başa düşmədim. Tam fərqli bir şey göstərdi. Məsələyə bir şey çıxmadı. Mam, sən pitini bəyəndin. Bəyəndim, super. Əsas yemək olsun. Yemək, nə yaxşı ki yemək var. Çox ac idi. Başımız haylanırdı açlıqdan. Əfqan, xahiş edirəm turundakı iştirakçıları, turistləri xahiş edirəm yeməyi tez apar. Gec aparma işdən. Əfqan. İnşallah anam dedi ki bu abidən niyə çəkməmişsiniz? Alsam. Əvvəla hamınız xoş gəlmisiniz. Bizim bu gözəl, şad günümüzə. Mən sizin hər birinizi salamlayıram. Bugünə hazırlaşırıq. Fan oğlumuz məndən çox üzüldü. Allah saxlasın. Kızımı da çox xoşbəxt olun. Bəxtəvər olun. Oğullu qızlı olun. Kızım səni evdən öyrətmişəm. Hamısını bircə eləyərsən. Oldu. Elə bax buradan qaynananın dediyini eşitdim. Bax eşitdim ha. Günləri müəllimə, bubble teacher. Kinonun vaxtını gözləyirik. Bəyəndiniz? Əla, möhtəşəm dadı var. Super dadı var. Keş- Sağ olsun. Cəmaat uşağım gəzdirir. Mən də uşağımla gəzdirirəm. Şükür bugünə yarın. Şükürlər olsun bugünə yarın. Sən kamera açanda niyə belə rola girirsən? Dostlar, əslində belə bir insan deyil həqiqətən. İndi kimə gəlmişik? Gelin takımına. Reklama bitməni göstəriyor. Anar Bey'di. Bəli, buyurun. Bank kartınızda şüpheli əməliyyat işlemi. Bitmiyor. Nə? Şübhəli. Kitabıma devam edeyim. Her masalın sonunda ölene kadar diyorlar. Ama hiç kimse yarına kadar bile kalmıyordu. Sevgime layık olan tek bir erkek var. Canım oğlum Burak. Deməli dostlar, dünən videonun yarımçıq qoymuşduq. Dünən getdik kafe içdik mama ilə. Mama bəyəndin? Bəli, super. Çox dadlı bir Bütün video səndən bəyəndin. Soruşmamına keç.
Aziz, hara gedirik bəyəndin? Necə idi? Adı da çox özəl idi, Sərçə. Yazılmışdı qapısında ki, qaranquş gəldi, gedərdi, sən Sərçədən bək yapış. Və çox düşündük ki, adəsən kofe adları xarici olur. Niyə məhz Azərbaycan adı? Və mən bir yorum yaptım. Təbii ki, öz aramızda düşündük. Düşündüm ki, içəri də girəndə hər şey çox qədimi idi. Hər şey çox qədimi idi. Sanki Füzə buzaqda evdə şeydə kimlə tapmışdı, gətirib qoymuşdu da ora. Sonra dedim, yəqin onu demək istəyirlər ki, hər kəs müasirliyə doğru gedir. Yəni nə qədər müasirliyə doğru getsək də qədimdən bək yapışmaq lazımdır, onun qədrini bilmək lazımdır deyə düşündük. Sonra maraqlı gəldi mənə və mən oranın müdürü ilə söhbətləşdim. Dedim, niyə adını Sərçə qoymusunuz? Dedi, o mənə aiddir, özəldir, elə bir ki, oradan yarandı. Deyirəm ki, mən belə düşünmüşdüm. O da deyir ki, mən əslində Sərçəni özüm üçün yazmışdım orada ki, yəni qaranquş gəldi, gedərdi. Son nəticə etibarilə anladıq ki, sən demə, oğlanın bir sevgilisi olubmuş. Sevgilisi bunu atıb gedib, buna da əvvəllər Sərçə deyibmiş. Oğlan ben bir şey demeyeyim, hoşuma bitirdi bunu. Hər nəqsə də nəticə olaraq bizlə kafe-shopa getdik, kinoya da getdik. Kinoyu çox bəyəndim. Bəyəndim dedik ki, əyləncəli idi, maraqlı idi. Mama da bəyəndi. Nə qədər gülmüşük. İndi bugün gəlmişik Qəymətlər Parkına. Biraz milli vətənpərvər ruhda bir travel eləyəcəyik biz. İnşallah ki. Bu lazımdır və hər kəsə məsləhət görürük. Mütləq şəkildə gəlməlidir. Gəlin, mütləq bir Azərbaycanlı olur. Sonra Zəfər Muzeyinə getmək istədik. Orada o qədər sıra var idi ki, gözləmək istəmədik. Ona görə getmədik. Və baxdım ki, ən yaxın muzey arada gördük ki, müasir 1-ci sənət muzeyidir və mama ilə gəlmişik kültürlənməyə. Amma da bundan çox mutludur, dəhşət. Əslində olan. Xoşbəxtsiz kültürləndiyimiz üçün. Bəli. Zəhmət olmasa kofe. Anlarım. Yaxşı ki, sən YouTube kanalında da yoxdur. Yaxşı ki, mama Instagramda blogger zat deyil, dostlar. Ona görə şükür eləməliyim məncə. Növbəti ünvanımız çikolatlar, dostlar. Burada darçınlı waffle yeyirik. Bura sizə göstərim. Çox qəşəng yerdir. Gəlmək istəsəz deyə gəlin.